Sumqayıt korneri yerinə yetirdi. İkinci cəhətdə bir ötürmə qapı qarşısına. Başla zərbə və gol! Aleksa Yankoviç hesabı bərabərləşdirdi. Və burada gərginlik məşqçilər arasında Ayxan Abbasov Saşa İlçinin üzərinə şığıyır. Nə baş verdi texniki zonada? Çox maraqlıdır. Gol vurulub, gol sayılıb, top mərkəzdədir. Hakim də mərkəzi göstərdi. Hesab 1-1'dir, amma ən maraqlı hadisələr texniki zonlar arasında baş verir. Ara qarışıb orada. Futbolçular, texniki heyətin üzvləri, məşqçilər. Ayxan Abbasovu çox nadir hallarda belə özündən çıxan görürük. Golu izləyək, hər halda biz golu izləyək. Çox yaxşı ötürmə gəldi, uzaq dirək istiqamətində. Aleksa Yankoviç də başla çox yaxşı zərbə indirdi. Və hər iki baş məşqçi qırmızı vərəqə Tural Qurbanovdan. Bax, belə bir gərgin sonluq Şamaxı Sumqayıt maçında. Sadəcə səbəb nə oldu? İmkanımız olsa... Gol anında Saşa İliç çox güman ki, hansısa bir jest edib. Aha, bax bu jestin. Bax bu jestin cavabı Ayxan Abbasovdan gəldi. Olmaz. Məşqçiyə bəttə heç bir futbol adamına yaraşmayan bir hərəkət idi. Nə ehtiyac var idi buna? Heç bir məşqçiyə yaraşmayan, həmçinin Saşa İliç kimi adı sanı olan bir şəxsə futbol adamına xüsusilə yaraşmayan bir hərəkət idi bu. İndi açığı hər ikisi yollandı paltar dəyişmə otağı istiqamətində. Açığı mən qorxuram orada münaqişə daha böyük miqyas alsın.